Hər kəs salam ki, Allah necəsiz, nə var, ümid edirəm ki, harsınız. Bugün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızda. İnşallah bugünkü videomuzda sizlərə Avropa serverindən Asiya serverindən də necə Avropa serverinə keçmək olur, necə eləmək lazımdır. Onu başa salacağım. Like atıb abunə olmağı unutmayın. Belə videoların davamı gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Uşaqlar, indi keçək sizə onu ayarlardan başa salacağım. Qaqam bir dəqiqə dayan. Keçək uşaqlar telefonumuzun ayarlarını aralarından qarşılayalım. Planını təmizlədik. Gördünüz, heç nə yoxdur telefonun arxa planında. Free Fire falan yəni silirsiniz telefonun arxa planından. Gəlirik, indi nə eləməliyik? Biz əgər Rusiya serverində isə, Avropaya keçmək istəyirsə, gəlirik Google Play Store-a. Bura axtarış yerinə yazırıq ki, Türkiyə VPN. Ancaq yox, yəni Azərbaycan serverinə keçmək istəyirsənsə, yəni Rusiya deyim, Asiya deyim, yəni Asiya serverinə keçmək istəyirsənsə, Rusiya VPN yazırsınız bura. Buna yazırıq ki, biz VPN Türkiyə, yəni bu birinci çıxanı endiririk. İndi bu gözləyirik endirəsim bir dənə. Ona qədər nə edirsiniz? Bir dənə like atıb abunə olursunuz, bildirimlər zilində açırsınız ki, mən yəni video atanda xəbərdar ola bilərsiniz. Uşaqlar, Qartalın da kanalına abunə ola bilərsiniz. Özüm yeni gəldi soxdu ortaya. Gözləyirik endirəsim bir dənə. Endirildi. Görürsünüz VPN Türkiyə. Buna bir dəfə toxunaq açılsın. Yazır ki, buy VPN local. Gözləyirik. İzin verək. Görürsünüz belə açıldı. Bu da bağlanmaq var uşaqlar. Bunun özəl indirmə linkini də aşağıya qoyaram. Buradan birbaşa indirə bilərsiniz. Bağlanmağa bir dəfə basırıq uşaqlar. Və gözləyirik. Burada artmağını gözləyirik rəqəmlərin. Bağlanıyor yazır çünki aşağıda da. Gözləyib bu da rəqəm artanda, yəni 0-1 olanda məsələn biləcəyik ki, bağlandı. Ola bilər, indi biraz gec də bağlana bilər. Nəxədi də bağlana bilər. Bağlanıyor. Dayandıraq. Rəqəm dayan. No back yes deyirik. Buradan yəni dayandırdıq. Bir dəfə də bağlanmağa basaq. Yəni ikinci səfər yoxlayırıq. Bağlantı istəyirik. Tamam deyirik. Bağlantı kəsildi. Gördünüz, bağlandı. Artıq burada dəqiqə gedir, görürsünüz. Çıxış veririk artıq, yəni bu qədərdir. İndi nə eləyirik? Keçirik buradan oyunumuza. Bir dəqiqə telefon səsini indirim təmiz. Yəni oyunun səsi falan gəlməsin. İnşallah bir dənə like atıb abunə olun ki, yəni belə videoların davam gəlsin. İnşallah istəsəniz bunun İndoneziya serverinə necə keçirilir, onu da başa sala bilərəm. İndoneziya serverinin nə olduğunu bilməyənlər varsa, İndoneziya serverinə hər şey, yəni məsələn bizim serverə gələndən oraya daha tez gəlir. Keçib o serverlərə baxa bilərsiniz. Görürsünüz burada daha fazla tüm müqabilə eləyək. Uşaqlar, indi göstərim üçün mən sizə misafir hesabı açacağam. Açmaq deyəndə o mənim açıq hesabım var, çünki bayaq yoxlamışam. Yəni misafirə tıklayırıq bir dəfə. İstəsəz siz Google hesabı da aça bilərsiniz. 01 heç bir hesab olmayan Gmaildən. Basırıq www shadow. Gördünüz, artıq inanmayanlar üçün də bir dənə göstərim. Buradan ayarlara giririk. Görürsünüz, çıxış vermək yerinin üstünə Avropa yazılıbdır. Mənim o bir serverimdə Asiyada, təbii ki, bilənləriniz var. Nə bilim, burada başqa nələr var, belə maraqlı bir şeylər varmı? Qrafiklər, hassasiyyət falan, eynicə şeylərdir hamısı. Yəni, nə bilim, belə şeylər verdi. Qutardan, biraz ola bilər internet problemi yaşaya bilərsiniz bu serverdə də, amma maraqlıdır. Bu serverin də YouTube yerlərindən də, nə bilim, VC falan da qazanmaq olar. Satın al. Nə bilim, başım bırax. Gözdə burada yaş teması, Prime'imiz yoxdur ola ki. Deyirdim ki, elə bot hesab açıb 100 elması çevirək. Ya, tutardan ha. Burada bir dəfə Allah FPS-i açmaq istəyir. Bir dəfə belə çıxmasaq deyəsən qutarmır. Qaqam, istəmirəm elmasını çək, hər neysə uşaqlar. Yəni qısa bir video oldu, amma bilgilendirici bir video oldu. Təbii indi deyirsinizsə, məsələn mən yenidən necə eləyərəm ki, Azərbaycan serverinə qayıdım. Yəni buradan gəlirsiniz, hesabdan çıxışı basırsınız. Şimdi hesabdan çıxış ver və salam. Görürsünüz, hesabdan çıxdı. İndi təmiz buradan çıxırıq. Arxa plandan VPN-imizə daxil oluruq. Gözləyirik, giririk VPN. Burada görürsünüz, bayaqçı kimi bağlantıyı kəsə bir dəfə tıklayırıq. Yes-ə basırıq buradan. Bağlantımız qutardı. Buradan bunu silirik. Hətta gəlirik buradan da lazım olmasa VPN proqramımızda silə bilərik. Sildik. Artıq yenidən giririk oyunumuza. Gözləyib bir dənə oyunumuza daxil olsun. Dediyim ki, like atıb abunə olmağı unutmayın. Ola bilər ki, biraz qısa videolar, amma bilgilendirici bir video oldu təbii ki də. Ola bilər 6-7 dəqiqəlik videolar. Amma videoya yaxşı dəstək gözləyirəm sizdən. Dedim ki, istəsəz
Da necə serverini də çəkə bilərəm sizə, necə keçmək olur, necə olur da yəni keçmək. Onun da videosu gələ bilər. Görürsüz, mənim hesabım məsələn Facebook-randısa, birbaşa elə Facebooka basıram. Gözləyirik. Gözləyirik açılsın. Yükleniyor. Всё. Artıq gözləyirik. Artıq giriş verməkdədir. İndi solda adımız gəlməlidir. Всё. RT Shadow Yeti gördünüz. Artıq yəni yenidən Rusiya serverindəyik. Hətta səs göstərərəm buradan. Görürsüz. Cis nədir lan? Mırtdaşsan gözlə. Bizim serverin adı Cis gedir. Cis nədir o? Asiya deyilmi? Bilmirəm də Avropa, biz Asiya olmalıyıq. Bilmirəm, bəlkə baqa falan girib deyənmərəm. Amma görsə ən azından fərqli serverdə. Ola bilər bizimki Cis yazır. Heç fikir verməmişəm mən. Cis. Bir dənə də baxım. Hə, Cislər. Optimdə bizim də serverin adı Cis imiş. İndi öyrəndim. Hələ 3 ildə oyun oynayıram. Hələ indi fikir verim. O vaxt məncə Asiya yazırdı. İndi deyənmərəm, yadımda deyil. Uşaqlar, video qısa olmasın deyə bir dənə də yalnız 40 başladım. Görək bir dənə rəqibi udmağa çalışacaq. Düz əlim o qədər sinik deyil, oyun oynayaraq görək nə bilirik. Uşaqlar, neyinizdən like atsa, abunə olsun, bildirimlər zəngini açırsınız ki, mən video atanda xəbəriniz olsun. Uşaqlar, mən 2500 ilə gözəl oynayan bir oyunçu deyiləm. İlişə görək nə bilirik. Uşaqlar, oxşum, nə deyim? Nə tərzdə videoların gəlməyini istəyirsə, uşaqlar onu da yazın. Qaqamda yandan səncəni. Gözlə pusat. İndi arxamızdan gəlir, burada bir buzataq vapşim. İndi arxamızdan falan gələr. Biraz mışdıq eləməsin də ona görə. Nə bilim, bir dənə qapatdı, pis deyil, amma yerini qaçırır bu. Baxın internetin, aha, süpersən. Aha. Nə ağır bu? Bunun da internet hiylə qoşdu bax bəlkə də. Hiylə qoşuma getdi başlar bu. Bu çox vaxt belə hiylə qoşurlar, var, dayanırlar yerində. Bir dənə hiylə, nə ağır bu? Baxın arada bir silahla al güllə atana. Bir dəqiqə tarih öldürəcəm, üçün nervimə işdirsən. Ay, çox gözəl hassasiyyətim var, özüm ölüm. Bir dənə hassasiyyət tapmalıyam, uşaqlar. Hə, və oxşumlar gələcək videomda tapdım, bir dənə də hassasiyyət tapar paylaşaram, mükəmməl olar. Görün bu videonu editləsəm, hardasa sabaha falan atsam və ya bir sünə. Nə bilim 2 gün ərzində atsam pis olmaz. Oxşum uşaqlar, video, yəni bir əziyyət var da belə şeylərdə. Ona görə neyiniz? Allah qəşəng bir dənə də buradan bir dənə shorts da çıxarda bilərəm. Qəşəng oldu. Vuranmadım. Şeyə keçdim. Neydi lavın adı? İfadəyə çəkərək vurdum. Qəşəng vurdum. Pis deyildi. Özümü bəyəndim, tıkladım, hava aldım. Hər nəysə. Oxşum dedim ki, like atıb abunə olmağı unutmayın. İnşallah 1.81 qayıq. Artıq nəyə qalıb ki, həqiqətən 2K'ya doğru gedirik. 2K'da görək 100 elmas ödülümüz olacaq. Biz ki, niyə 100 elmas elədim? Bu haqqda biraz danışım. Deməyin ki, qaqa az elədin, 100 nə bilim 2K'ya özəl daha çox da gözləyirdim. Məncə nəyə görə biz elə oldu? Edit yarışması da bilirsiniz ki, yaxın vaxtlarda bir dənə edit yarışmamız oldu. Oradan da təbii ki, əslində həftəlik vurasıydım. Sonra dedim, bir nəfərə vurursam həftəliyə. Sonra digər yarışmaçılar falan deyəcək ki, yəni nə bilim, qəşəng qoydum. Nə bilim, digər yarışmaçılar falan deməsin ki, özü bir nəfərlə məsələn danışır, vurur və yaxud həm də bir nəfərin vurub, bir nəfərin də gönlü orada qalmağını istəmədim və yaxud baxma da indi əsas azyaşlı məsələn dostlarımız da ola bilər ki, oyuna həvəsli, istəmədim həvəsləri qırılsın, ona görə dedim nə olasıdır, yəni onsuz eyni pul çıxır da, məndən də həftəliyə də 2 dənə hesaba 100 elmasa da eyni pul çıxır da, problem yoxdur, əsas siz dəstəyinizi kəsməyin, sizin sayənizdə inşallah görək 10K'ya falan gedirik, 10K'da, oyla nə ağırdır bu, görək 10K eləyə inşallah, görün sizə nə ödüllər paylayacam da, bir dənə hələ 5K'da falan görün super şeylər, inşallah bir dənə görüm, nə vaxt deyim, bir dənə 10K'da sizə bir dənə hesab çəkilişim, qəşəng qoydum özdə, rəqimin çəpinə getdi. Çünki qaqam bu taramalıda yaxın gəlmir da bu taramalıda. Ekran çox yaxşı qalxır. Option da. O videoya da qəşəng dəstək gəldi. Yəni qəşəng desə əslində əvvəlki videolarıma nisbətdə çox az izlənir artıq videolarım. Çünki həm içerik üreticisi deyim, artıq YouTube-da boldur da. Əvvəllər Free Fire YouTuber çox az bir Free Fire YouTuber var da. Nağarı bu? Oyna da ha. Mırtdaşı deyib bu da məndən. Bu dəqiqə muşqulyu başını çurdacam. Amma müştəq eləyir orada. Avşım, əvvəllər az idi. Oyna dana, lazım idi sən. 4-0 da lates tutar oyun.
Obşum, əvvələ deyim ki, az idi profil YouTuber, amma artıq bu oldu. Çox adam da uzun video paylaşır deyə izlənmələrimiz düşür. Problem yoxdur. Hər öz içində, öz içməyində deyim də, hər öz çörəyində, öz işindədir. Az görək biz də izlənmələrimizi qaldırmağa çalışırıq. Bu da sizin əlinizdədir. Hər izləyən bir dənə like atsa, yəni like puluna ha deyil. Yəni nədir ki, bir dənə butondur basırsan, olur super. Nə bilim. Mənim də videom yaxşı izlənəndə mən də sevinirəm, nə bilim tez 2K, tez 3K oluruq. Ay nə var bu da mırtdır. Yerində duran adama da inanın, o qədər çolaq oynayıram ki, yerində duran adamdan bax. Yəni yerində duran adam bax indi kapatamıram. Mırtaşlamaya görürsən. O kafasına dəymədi. Nə biçim də? Bizə tez artaq ki, məsələn 3K-da, 5K-da sizə yenə ödül verim. Qaqa indi vurub bir dəqiqə taxtalı köy yollayacağam. Ey mırtaşsan öldü. Öldü pis yox. Obşumda rəqib elə də oynamaz da, elə belə söhbət üçün girdim, elə bil ki, yalnız kursam biraz qısa olmasın da videoda. Biraz daha doyuzdurucu mu deyim, biraz daha maraqlı video alınsın deyə belə bir dənə də yalnız kurt girdim. Mən isə uşaqlar, nə deyim, bir klanımız da var, klanımıza gəlmək istəyənlər gəlsin, 3 səviyyə artıq. Sağ olun, salamat qalın. Bu videodan like atın, sağ olun, salamat qalın.